KT ilə bağlı gəlmisiniz. Başqa bir şeylə bağlı gəlməmisiniz ki? Yox, KT aparatının olub-olmamağı ilə bağlı gəlmişik. KT aparatı ilə bağlı. Yığışdırın da, biz sizi polisə verək. Gördüyünüz kimi KT aparatı yoxdur və bunu ciddi şəkildə gizlədirlər. Tanınmış vəkil Fərhad Mehdiyevin qızı bir neçə gün öncə motoqəza keçirərək həyatını itirib. Onun atası müsahibəsində bildirib ki, Abşeron rayon mərkəzi xəstəxanasında KT aparatı yoxdur. Xəstəxanaya çatdırılıb, Yəni mən təəssüf bildirim ki, onu transport eləmək mümkün deyildir. Bir məsələni daha qeyd etmək istəyirəm ki, Abşeron rayon mərkəzi xəstəxanasında KT aləti yoxdur. Biz amma onu tərpədə bilmədiyimiz üçün başqa bir xəstəxanaya köçürə bilmədik. Biz də gəlmişik görək, həqiqətən də mi yoxdur, yoxsa var? Salam xanım, hər vaxtınız xeyir olsun. Salam. Bizə səlahiyyətli şəxs lazımdır. Biz bir müsahibə almaq istəyirdik. Kimdən görüşə bilərik? Salam, hər vaxtınız xeyir. Biz elə səlahiyyətli şəxsi gözləyirik. Yaxınlaşsın. İcazə yoxdur çəkməyə. Niyə icazə yoxdur xanım? Bura dövlət xəstəxanası, özəl bir xəstəxana deyil. Biz də gəlmişik. Anladım. Biz də gəlmişik, müsahibə götürək. KT aparatı ilə bağlı. Yaxınlaşsınlar, müsahibə götürəcək. Hər hansı bir müəssisəyə gələndə əvvəl icazəsini almaq lazımdır, sonra çəkiliş. İcazəmiz var, narahat olmayın. Hardan icazəsi göstərə bilərsiniz? Mən niyə sizə icazəni göstərməliyəm ki, icazəm var. Siz demədiniz, mən səlahiyyətli şəxsəm. Mən soruşuram ki, sizə kim icazə verib çəkiliş eləməyə? İcazəmiz var, narahat olmayın. Niyə icazəm? Niyə çəkiliş olmaz? Anladım. Biz də yaxınlaşmışıq. Səlahiyyətli şəxsi gözləyirik ki, 2 cümlə ondan müsahibə götürək KT aparatı ilə bağlı. Əgər sizsə səlahiyyətli şəxs, mənə müsahibə verin. Biz təbib tabeli qurumu. Bizə birinci təbibdən icazə verilməlidir ki, biz bu şeyi eləyək. Yəni bir reportaj verək, hər hansı bir məlumatı verək. Siz hər hansı bir məlumatı əldə eləmək istəyirsinizsə, təbibin özündən məlumatı əldə edə bilərsiniz. Təbii media çıxısından bu məlumatı əldə edə bilərsiniz. Bir çəkiliş aparmaq üçün da məsələn rəhbərinə xahiş edirəm çəkilişi yığışdırın da. Yığışdırın da, biz sizi polisə verək. Verin, çağırın. Yox, başa düşün. Siz icazəsi olmadan kimsə çəkə bilərsiniz. Bura dövlət qurumudur. Vətəndaşlar üçün dövlət qurumudur. Çəkilişi yığışdır, danışaq sizinlə. Dövlət qurumu da girmisənsə deyə bilərsən ki, müsahibə istəyirik və çıxa bilərsən. Mən yaxınlaşdım resepsiyona. Xanıma dedim ki, səlahiyyətli şəxslə görüşmək istəyirəm. Xanım da getdi. Mən qışqırmıram, normal danışaq. Resepsiyon xanım getdi səlahiyyətli şəxsi çağırmağa. Siz yaxınlaşdınız ki, çəkiliş olmaz. Mən deyil, məni çağırmayıb. Mən indi özüm yaxınlaşmışam sizə çəkilişə görə. Sonra bizdə səlahiyyətli şəxsi gözləyirik. Hə, səlahiyyətli çəkiliş eləmədən gözləmək olar da. Siz özü KT ilə bağlı gəlmisiniz, başqa bir şeylə bağlı gəlməmisiniz ki? KT aparatının olub-olmamağı ilə bağlı gəlmişik. KT aparatı ilə bağlı təbib özü məlumat verib, yayımlayıb, informasiya yayımlayıb. Anladım. Biz özümüz şəxsən müsahibə götürmək istəyirik. Bizim şəxsən müsahibə vermək şeyimiz yoxdur. Yəni icazəniz yoxdur. İcazəmiz yoxdur. Çəkiliş eləməyə ehtiyac yoxdur. Anladım. Onda gəlin belə eləyək. KT aparatı olan yerə siz yaxınlaşın, bizə görüntülü zəng eləyin, göstərin ki, bizim KT aparatımız var. Biz də uzaqlaşaq burada. Siz başqa hansı media qurumuna gəldiniz? Barometr TV kanalı. Barometr var, elə bir TV var. Bəli, var. Araşdırsanız görəcəksiniz. Kim göndərib sizi bura? O mən sizə niyə deməliyəm ki, kim göndərib bizi bura? Bəs mən sizə niyə müsahibə verməliyəm? Çünki özünüzü səlahiyyətli şəxs kimi təqdim eləmisiniz. Xanım, mən müəssisənin səlahiyyətli şəxsəm, amma müsahibə verəcək səlahiyyətli şəxs deyiləm. Müəssisənin səlahiyyətli şəxsisiniz. Ona görə də mən sizdən müsahibə istəyirəm ki, KT aparatı ilə bağlı əgər varınızsa. KT aparatı ilə bağlı. Anladım. Biz özümüz buranın mətbuat xidməti qurumuq və təbibə tabe. Təbibin media əməkdaşları artıq məlumat veriblər. Aydındır? Aydın, anladım. Gördüyünüz kimi KT aparatı yoxdur və bunu ciddi şəkildə gizlədirlər.